Növbəti məsələ etikafda olanın oruç tutub tutmaması məsələsi. Yəni sənə şərt demir ki, sən ancaq oruclu halda etikaf edə bilərsən. Yoxsa orucun o şərti yoxdur. Düzdür, bəzi alimlər orucu şərt qoyurlar. Necə ki, Əbu Hanifə rahimehullah deyir ki, orucsuz etikafın heç bir dəyəri yoxdur. Lakin İmam Şafi və Həmbəlilərdən İmam Əhməd də məşhur görür. Və həmçinin İmam İbn Abdülbər rahimehullah özünün təbliğ əsərində buyurur ki, İmam Şafi və Əhməd və Davud ibn Ali, Əbu Uleyyə, Həsən, Said ibn Musayyib, deməli Ata ibn Rabah, Amar bin Abdüləziz və o görüşdədilər ki, orucsuz etikaf səhihdir. Yəni orucsuz etikaf, yəni oruc şərt deyil etikafda. Etikafda oruc şərt deyil. Bəli. Və hansı ki Buxari Müslimin rivayet etdiyi hədisdə İbn Ömərdən gəlir ki, Ənə Ömər səələ Nəbi sallallahu əleyhi və səlləm qal. Yəni Allah Rasulundan soruşur ki, kuntu nəzərtu fil cahiliyyəti ən a'takifə leylətən fil məscidil haram. Və deyir ki, mən cahiliyyə dövründə nəzir etmişəm ki, o Məscid-i Haramda etikaf edeyim bir gecə. Və Allah Rasulundan bunu soruşmağın məqsədi nədir? Yəni mən bunu cahiliyyə dövründə etmişəm. Bu yenə də mənim üzərimdə qalırmı? Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qalə fəaufi binəzrikə. Aufi binəzrikə. Yəni nəzrinə vəfalı ol. Nəzrinə vəfalı ol. Yəni burada nəyi istinbat edirlər alimlər, istidlal. Ona görə ki, yəni burada oruca nəzir etməmişdi ki, Ömər radiyallahu anh. Oruca nəzir etməmişdi. Sadəcə etikafa nəzir etmişdi və bunu bildiyi halda Rasulullah sallallahu əleyhi və səlləm demədi ki, yox sən oruc tutmamısansa sən etikaf yoxdur. Xeyr. Yəni bu o deməkdir ki, oruc tutmasan belə insan etikaf edə bilərsən. Bəli. Və etikaf edən kəsin, növbəti məsələdə etikaf edən kəsin bədəninin bütününün, diqqətli olaq, bədəninin bütününün üzürsüz şəkildə çıxması. Deməli buyurur ki, kim üzürsüz və ehtiyatsız etikafdan çıxarsa, məsciddən çıxarsa, heç bir üzr olmadan, məsciddən bədəni çıxarsa, bədəni. Və bu kifayət edir ki, onun etikafı batildir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anh deyir ki, Allah nəbisi sallallahu əleyhi və səlləm heç bir hacət olmadan məsciddən çıxmazdı. Heç bir hacət olmadan məsciddən çıxmazdı. Həmçinin İbn Həzm rahimehullah icma nəql edir bu barədə. Lakin Əbu Hanifə rahimehullah deyir ki, şərtdir ki, 1 saat müddət qoyub rahimehullah. Yəni sənin bədənin 1 saat üzürsüz çöldə olarsa, bu zaman etikafın batildir. Və bu müddəti hardan istidlal ediblər Allah Teala alim. Əbu Yusuf isə deyir ki, Əbu Hanifənin tələbələrindəndir, yarım gün şərt qoyub. Yəni yarım gün 24 saat, 12 saat əgər çöldə olarsansa, üzürsüz səbəbdən o zaman etikafın batil olur. Alə kulli həl İbn Həzm icma nəql edir ki, ehtiyatsız bədənin çölə çıxdısa məsciddən ehtiyac olmadan. Və bu kifayət edir ki, etikaf batildir. Bəli. Lakin ola bilsin ki, insan hökmündən cahil olsun və bu halda isə bağışlanır. Bədəninin bəzi hissəsi çıxarsa, yəni insanın məscidin qapısının ağzında durmuşsan, heç bir üzürsüz bədəninin yarısı və ya da qolun və ya da başın çıxdı məsciddən və bu halda heç bir təsir etmir etikafa və etikaf səhihdir. Necə ki Allah Resulü sallallahu əleyhi və səlləm xatırlayırsınızsa, keçən dərsimizdə bu haqda hədis zikr etdik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Ramazanın ilk 10 günündə etikafa qaldı. Sonra orta 10 günündə, sonra vəhiy nazil oldu ki, indi ki Qədir gecəsi Ramazanın son 10 günündədir. Allah Resulü Qədir gecəsini axtarırdı. Vəhiydən sonra Allah Resulü çadırdan başını çıxartdı və insanlara dedi ki, Qədir gecəsi axır 10 gündür, sizdən kim etikaf etmək istəyirsə o etsin. Və burada dəlalət edilir nə? Allah Resulunun başını çıxartması. Allah Resulunun başını çıxartması. Deməli nədir? Yəni insanın bədəninin bir hissəsi əgər çıxarsa, heç bir təsiri yoxdur inşallah.